Qızlar salam, necəsiz? Yeni bir vlogdan sizi salamlayıram. Artıq başlıqdan da gördünüz. Biz qəhvə maşını almışıq. Çoxdandır, hətta eləməmişdən əvvəl mən cehiz olaraq DeLonghi'nin qəhvə maşınlarından almaq istirdim, amma çox baha idi. 1200, 1300, nə bilim Azərbaycanda 1700, 1800-də satılırdı. Əsas da istəyirəm avtorejimdə olsun, manual olmasın. Yəni hazır şəkildə özü nələrsə eləsin. Cappuccino'dur, latte ya da ki latte. Bunları özü eləyə bilsin. Qəhvə maşını endirimdə idi. 230 manata düşmüşdü. Tadam! Bu bizim qəhvə maşınımızdır. Bekodandır qızlar. Gəlin unpacking eləyək. Burada istifadə kağızı var. Sonra yəni bu boyda da kitab olmaz. Belə bir şey çıxdı buradan. Deyəsən şeyin içinə yerləşdiriləndə, hə? Bu şəkildə. Bu nədir? Bu qaşığı. Hə. Burada da qaşığı nədir? O var. Baxın. Açın. O nə ağırdır. Hə. Necə açırıq? Nəyə də maraqlıdır. Bu da qəhvə maşınımızın süd qabısıdır. Hə? Baxın bu şəkildə. Bunu da qoy burasını çıxardaq. Bu süd qabımızdır. Bu şəkildə harası yerləşdiriləcək. Sunmaz görəsən. Isınsın. Hə? Gördüyünüz kimi burada nə var? Espresso, double, latte və cappuccino. Yəni amerikanonu və s. Donstay espressonun içinə su qatıb amerikano eləyirsiniz. Bu hissəsi stəkanları isti saxlaması üçün, ısıtması üçün. Haydi. Hə, 2 dənə stəkan olsun, istidir. Bu double espresso üçündür. Yəni dərindir. Və 2 qaşıq şərəsi var da. Dərin də olacaq. Amma sən normal ölçüdə espresso eləmək istərsənsə, bunu bir dənə istifadə edəcəksən. Yox, sən deyirsən ki, 2 nəfərə birdən cappuccino, latte eləyib, onda bunu qoyursan, 2 nəfərə birdən kofe eləyə bilirsən. Başa düşdün? Sağ olun. Nəysə qızlar, gedirik qəhvə eləməyə. Nikacan eləyir. Qəhvə edirsən? Yes. Yaxşı, bəkləyirəm. İki kuzu kulağı. Efendim, burası sonra. Bura bizim qəhvə köşəmiz olsun. Burada bir şəkil çıxardaram printdən. Qoyaram. Bu bizim birinci qəhvə maşınımız. O filtr qəhvədir. Bu da təzə aldığımız. Bax, belə elədi. İki nəfərli idi. Yox, tək. Tək? Tək o qədər. Yaptı. Latte eləyirik bu arada.
Gör nə qəşəng çəkir. Qızlar, əslində bugün biz sadəcə qəhvə maşını almamışdıq. Eyni zamanda bir air fryer da almışdıq. Amma mən necəsə olub yadımdan çıxıb. Çünki evdən çıxanda air fryer da alacağıq deyə çıxmamışdıq, amma ikisini də almışdıq. Deməli, air fryer biz aldıq İrşaddan. Amma kofe maşınını aldıq biz Vaco Electronics'dən. Belə deyim də, əslində Xiaomi almaq istəyirdik. Çünki nə bilim, onu çox tərifləyirlər. Yəni Əslində Xiaomi'yə görə getmişdik İrşada. Xiaomi'yə görə getmişdik, amma heç orada modellər demirlər ki, yox idi. Dedilər ki, nə bilim, saytda olar və s. Biz də orada olanlara baxdıq. Gözümüzə birini ilişdirdik. Bu da Bekodandır. Yəni hər iki məhsulu Bekodan almış olduq. Bəli. Yəni bu məhsulu biz əslində Vaco Electronics'də ala bilərdik, amma Xiaomi'yə görə getmişdik İrşada. 20 manat bahasını aldıq. Ona görə siz almaq istəyirsinizsə, Vaco Electronics'də alın. Vaco Electronics İrşaddan daha münasib qiymətə satır. Məhsulunuza baxa bilərsiniz. Məhsulumuz 2 gözlüdür. Yəni sadəcə bir ədədli almadıq. Düşündük ki, əgər 2 yemək hazırlamaq istəyiriksə, 2 xörək, fərqli gözlərində bişirmək olar və eyni momentdə bişəcəklər. Yəni baxır sizin keyfinizə. Gördüyünüz belə bir istifadə kağızı var. Belə bir kitabçası, əlbəttə ki. Bunun üstündə yemək bişirəcəyik. Bir ədəd. İkincisi, biz elə bir 5 nəfərlik, 6 nəfərlik külfətik. Ona görə aldıq. Buranı mən çıxardacağım. Deməli, əslində qəhvə maşınına oxşur belə baxanda. Gəlin. Bunu göstərim də. Nə bilim, göstərir ki, free, toyuq, nə bilim, keks, hamısını bişirə bilərsiniz. Buradan dərəcəsini ayarlayırsınız. Düşürdə qaldıra bilərsiniz. Burada timerı var. Eyni vaxtda mı olacaq? Yes, odur da. Eyni vaxtda mı olacaq, yoxsa yox, onu tənzimləyirsiniz. Bunlardan heç bir şey bilmirəm, başa düşmədim. Nəysə, bu bunun öz tərəfidir, bu da bunun. That's all. Texnoloji özürlü karıma sonra izah edəcəm bunları. Mən eləyirəm. Sonra bunları maşallah böyükdür ki. Bir yeməyi burada bişirərik biz. Salmağı da asandır sözünü açıram. Bayaqlar orada bir neçəsinə baxdıq. Çox çətin idi çıxartmağı və s. Bu da ikincisi. Yəni heç bir fərqi yoxdur mən biləm. İndi deyə bilərsiniz ki, çox ziyanlı şeydir və s. Artıq istifadə elədiyimiz bir çox şey ziyanlıdır. Okey, bizim sobamız var idi, amma sobanın çıxartdığı səsdə mən narahat olurdum. Təmizləyərkən qabıyan maşına atmaq məsləhət deyil. Çünki bu arada müəyyən bir xüsusi örtüyü var. O qabıyan maşındakı çox qaynar su, təzyiqli su bu örtüyü zədələyə bilər. Ona görə məsləhətdir ki, yumşaq qab maçalkası ilə işin bitəndən sonra köpüklədin, suya çəkdin, istifadə elədin. Kartof və s. kimi şeylər elədim. Məsələn, yeməyin çox az yağlı olmağını istəyirsə, bu setkadan istifadə edirsiniz ki, yağ aşağıda qalsın. Yox, əgər yemək yağın içində bişmək istəyirsə, məsələn, ət və s. kimi xörəkdə, onda bunu çıxardırsınız. Yeməyə qoydunuz, yağı əlavə elədiniz və setkasız yağın içində yemək bişəcək. Belə. Bu şəkildə bu günləri ilk dənəmimizdə eləyəcəyik. Yaxşıdır, yəni qiymətinə görə çox yaxşıdır. Xiaomi'nin bu belə böyük modelləri çox daha baha olur. Xiaomi'nin Air Fryer-lər kifayət qədər reputasiyası yaxşıdır, amma Beko markası ümumi reputasiyası yaxşıdır deyə düşündük ki, bəlkə Air Fryer-də pis olmaz. Qiymət də çox münasib idi, yəni ölçüsünə görə. Ona görə bunu alma qərarı verdik. Nəysə, gedək sınayaq. Deməli, qızlar, belə bir kartof elədim. Duz istiyot, mayonez, ketçupla qarışdırdım. İndi işə salmağa çalışacağıq. Görək necə olur. Burasını hələ istifadə eləmirik. Bu qalsın. Amma əti də qaynatmışıq.
Fraizi seçdin. 15 dəqiqə 200 dərəcədə bişirəcək dediyinə görə. Okey. Başladıq. Görək necə olacaq. İstifadəsi də rahatdır. Qızlar, ikinci yeməyə qoymadan birincisi artıq bişdi. Gəlin baxaq görək necə olub. Gəlin biraz görək necə bişib. Çox inanmıram, güvənmirəm bişdiyinə. Bişməyib. Bişməyib biraz. Amma bir 10 dəqiqədə qalsa bişər. Kartoşka gördüyünüz kimi çox da yaxşı bişməmişdi. 20 dəqiqə yetməmişdi. Biz biraz da qoyduq. İndi ikinci yeməyimi sizə göstərirəm. Mən ümumiyyətlə turşluğu ətə yaraşdırıram deyə əlavə elədim. Gördüyünüz kimi kərəyağı da heç nə belə möhtəşəm. Əgər bunu qəşəng bişirsə deyərəm ki, yəni möhtəşəmdir. Qızlar artıq bişdi, normal bişib. Düz belə yanıqlar kimi görünür, amma yəni mayonezin şeyi. Mayonez və sair soslar çox vaxt tez yanır. Belə qəfə maşınını çox bəyəndim, çox qəşəngdir. Yəni sonradan bilmirəm necə olar. İnşallah yaxşı olar. Hər şey ola bilər sözün açığı. Amma biz çox bəyəndik, çox qəşəng, dadlı eləyir. Düzdür, mən hələ də öyrənməmişəm necə eləmək lazımdır, amma bayaq Qədir biraz göstərdi. Məsələn, südü necə əlavə eləmək lazımdır və s. Bu arada bunu da göstəreyim. Bu bizim Şeferdən aldığımız, Trendyoldan almışdım. Cehizli bir filtr qəhvə maşını idi. Bu da çox qəşəngdir, amma əlavə südünü tökmək, köpürtmək və s. çətindir deyə düşündük ki, belə bir qəhvə maşını alaq. Qızlar, deməli əti çıxartdıq, amma ət biraz qurumuşdu, tam da bişməmişdi. Deyəsən biz yaxşı qaynatmamışdıq, çünki dadına baxmamışdıq. Nəysə, indi Qədir yenə də bişməyə qoyacaq dərəcəsini, amma az ayarlayacaq. Belə. Yəni, ümumi götürəndə yaxşıdır, amma 1-2 günə yəqin öyrəşərik. Bəlkə də 1-2 günə yox, 1 ay filan, amma olsun. Qızlar, bura qədər izlədinizsə, təşəkkür edirəm. Çox sağ olun. Sizin sayənizdə bu kanal var olub. Əgər videonu bəyəndinizsə, bəyən işarəsinə basmağı və kanalıma abunə deyilsinizsə, kanalıma abunə olmağı da unutmursunuz. Belə. Özünüzə yaxşı baxın. Sağ olun. Qızlar, dedim bu videonu çəkim. Videonun sonuna yerləşdirim. Artıq qəhvə maşını və airfryer almağımızdan 2 gün keçir. Elə airfryer bir dəfə istifadə eləmişik. Amma qəhvə maşınını hər gün bir 4 dəfə falan istifadə edirik və mən çox bəyənirəm. Həqiqətən çox yaxşıdır. Ümid edirəm ki, uzun ömürlü olar. Qiymətinə görə çox yaxşıdır. Nə bilim, lattelər, cappuccinolar, espressolar əladır. Mən daha çox latte qoy göstərim sizə. Saat 7-dir, işə gedirəm. Həyat yoldaşım mənə bir dənə latte hazırlayıb. Ən çox sevdiyim lattedir bu arada. Amma tövsiyə etməyə gələndə tam danışa bilməyəcəm. Çünki biz 1 ay, 2 ay istifadə eləməliyik ki, yəni bir problemini yaşamayaq və sizə tövsiyə eləyə bilim. Nəysə qızlar. Özünüzə yaxşı baxın. Sağ olun.